84-cü suala, kəsimlərlə bağlı bir sualdır. Deməli, gəlin burada açılışlarda səhvlərə baxaq. Məsələn, Y variantında bunun açılışında bu hissə eyni olmalıydı, çıxırıq. Ondan sonra digər səhvlərə məsələn baxsaq, bunun açılışı eyni fiqur olmalıydı da, düzgün açılış verməyibdi, ona görə çıxırıq. Ondan sonra burada fikir verin, bu hissədir, burada kvadrat verir, ona görə çıxırıq. Ondan sonra yerdə qalır A-la C variantı. Deməli, burada da fikir versək biz açılışlara, görək harada, hansı istiqamətdə. Burada bunun açılışı bu ola bilməz axı. Bunu yuxarı doğru açanda eyni fiqur olmalıdır. Bu fiqur olmalıdır, dörd bucaqlı. Düzgün cavab A variantı. Baxırıq növbəti uşaqlar. Deməli, açıq sual növbəti deməli mətn düşür, uzun mətn 85-87. Bu sual deməli 2 il dalbadal düşür imtahana. Daha doğrusu müxtəlif illərdə 18 və 24-ün ikinci cəhdində düşürdü. İndi bu sualı izah edirəm. Mən hazır yazdım ölkə adlarını. Meksika, Guatemala, Peru, Kanada, Kolumbiya, Honduras, ABŞ, Bolivya. Bu da tayfaların adlarıdır. Zapotek, Maya, Propecia, Teroid, Atropas, Konibo, Chipcha və Mişti. Bu məsələni mən sizə indi həll edəcəm. Belə də yadda saxlayın xülasəsidir. Burada bütün ölkələri tapmaq olur. 2 ölkədən başqa Kanadadan Perunu tapa bilməyəcəyik. İndi gəlin baxaq. Lap birinci cümlədə deyir ki, Boliviyada Propecia üstünlük təşkil edir. Buradan başlayırıq. Propecia Boliviyaya üstəgəl qoyuruq. Propecia 3-cü yazmışam adını və əhalisi sayına görə 3-cü yerdədir. Deməli, Propecia'da 6 milyon əhali var. Buraya yazılan 6. Və digər ölkələrə onda Propecia'ya xətt qoyuram. Digər ölkələrdə Propecia yaşaya bilməz. İkinci cümlədə deyir ki, Guatemala'da 8 dövlətdə olan hinduların sayının ədədi ortasına bərabər hindu yaşayır ki, bu da Miştekdir. Guatemala Miştekə üstəgəl qoyuram. Onda digərlərinə çıx işarəsi qoyuram. Və ədədi orta deyirsə, siz buradakı ədədlərin hamısını toplasanız 1.2, 1.5, 2, 5, 3, 3, 5, 5, 6, 10 və 14-ü 44 edir. Ədədi ortanı tapanda sayına bölükdə 8 tayfa var. Deməli, burada 5.5 edir. Belə ki, Miştekdə 5.5 milyon əhali yaşayır. Bunu da tapdıq. Tapdıqca dairəyə alıram. Ondan sonra, bax, əsas burada bu cümləyə fikir verir. Bu ölkələrdən ən çox və ən az Kanada və Peruda Maya və Atapasdır. Kanada və Peruda Maya və Atapasdırsa, deməli, müvafiq şəkildə demir. Belə bilərsiniz ki, Kanadada Maya yaşayır. Xeyr, müvafiq demir. Kanadada Maya da ola bilər, Atapas da ola bilər. Eləcə də Peruda. Bunu necə yazırıq? Kanadadan Mayaya, deməli, Kanadadan Peruya, Mayanın Atapaska belə bir nöqtə qoyuram. Yəni, bu tayfalar mütləq Kanada ya Perudadır. Yəni, Kanadadan Peruda Zapoteklərdir, ondan sonra Teroikidir, Konibodur, Chipcha'dır, Miştekdir. Bunlar yaşaya bilməz. O zaman digər ölkələrdə, Meksikada, Guatemala'da, Kolumbiyada, Hondurasda, ABŞ-da və Boliviyada Mayanın deməli Atapas yaşaya bilməz. Bax, bu hissələrə xətt qoyuram, sıx qoyuram ki, bu Mayanın Atapas biri Perudur, biri Kanadadır. Həm də deyir ki, əhalisi sayına görə ən çox və ən az. Yəni, 1.2 ilə mən 14-də dairə alıram. Bu 1.2 ilə 14 dəqiq tapmamışam hansındadır. Amma biri Mayadadır, biri də Atapaskadır. Amma dəqiq deyil. Biri Mayadadır, biri Atapaskadır. Özümdə qeyd edirəm 1.2 ilə 14-dür. Ən az 1.2, ən çox 14-dür. Əsasən Teroidlərin yaşadığı ABŞ-da Meksikadan az, Kolumbiyadan çox hindu yaşayır. Deməli, ABŞ-a Teroidyə üstəgəl qoyuram. ABC-da Teroiddir. Onda digər ölkələrə Teroidyə çıx qoyuram. Və indi ABŞ-ın burada əhalisinin sayı hansı ədədlər ola bilər? Məsələn, ABŞ tutaq ki, 3.3 ola bilər, birindən çox, birindən azdır da. Deyir ki, ABŞ Meksikadan az, burada yazıram. ABŞ-da olan hinduların sayı Meksikadan az, Kolumbiyadan çoxdur. Elə onun ədədi olmalıdır ki, birindən çox, birindən az. 5, 5, 6, 14-ü götürə bilmərik. Çünki bu ədədlər deməli çıxıbdır. Yəni 14, məsələn, bu ikisindən birindədir, 6-ını da götürə bilmərik. Çünki 6 çıxıb, 5, 5 də çıxıb. Məsələn, 2, 5, 300, elə bu ikisindən biri olacaq. Birindən çox, birindən azdır da ABŞ. Növbəti cümlədə də deyir ki, 3.3 milyon hindunun vətənində Chipcha tayfası yaşayır. Chipcha 3.3 burada yaşayırsa, onda ABŞ-da 3.3 də ola bilməz. Və o zaman ABŞ-a yalnız qalır, birindən çox, birindən az, 2.5 qalır. Birindən azdır, birindən çoxdur. ABŞ-ın deməli əhalisi sayını buradan tapmaq olur. ABŞ 2.5-dir, ABŞ-a Teroid tapmışdıq və buradan Kolumbiyanı tapmaq olur. 2.5-dən balaca, bir dənə 1.5-dir də, yenə deyirəm, 1.2.14 Mayadan Atapaska aiddir. Deməli, Kolumbiyada 1.5 milyon əhali yaşayır. Kolumbiyada 1.5 milyon əhali yaşayırsa, onda Chipcha Kolumbiyada yaşamayacaq. Kolumbiyaya, Chipcha'ya çıx işarəsi qoyacam
və deməli, sonra növbəti cümlədə də deyir ki, Zapoteklər Kolumbiyada yaşamır. Onda Kolumbiyaya yaşayan bir dənə Konibo qalır. Konibo deməli 1.5 milyondur. İndi burada Meksikanın hələ ki dəqiq tapmamışam, amma növbəti cümlədə çıxır. Bax, 2.5-dən böyük 3.3 qalır. 5.5-i tapmışıq da, 5.5 deməli Miştekdə idi, 6 milyonda tapmışıq, Propetsa'daydı. 14 zaten ikisindən birindədir, Maya tapasıdadır. Meksika 3-3-də ola bilər, 10 da ola bilər. Dəqiq Meksikada yaşayan əhalinin sayını bilmirik. Çünki biz bilmirik axı Meksikada Çipça yaşayır yoxsa yox. Meksikada Çipça da yaşaya bilər. Həmçinin Meksikaya hansı qalır, Zapotek də yaşaya bilər. Meksikaya baxın, hamısının qarşısı mənfidir. Konibo'ya da mənfi qoyaq. Çünki Konibo Kolumbiyada yaşayır. Meksika ya Zapotekdir, ya da Çipçadır. İndi əhalinin sayına da fikir versək, Atapas'tan dediyim ki, Mayan tapmaq olunur. Amma digərlərindən Zapotek'e 10 milyon əhali qalır. Çünki bütün ədədlər çıxıb da, hamısı çıxıbdır. Yəni 6 Propetsa, Cherokee 2.5, Konibo 1.5, Çipça 3, Miştek 5.5. Deməli, Meksikada onda 2 tayfa yaşaya bilər. Meksikada ya Zapoteklər yaşaya bilər, ABŞ-dan çox olacaq da. Meksika ya Zapotekdir, bax burada sual qoymuşam, ya da Çipçadır. Çünki 3-3-də ABŞ-dan çoxdur, 2-5-dən, 10 da çoxdur. İndi deyir ki, hansılar müəyyən etmək mümkündür. Bax, birinci şərtdə deyir ki, 10 milyon hindunun yaşadığı ölkədə çoxluq təşkil hindunun tayfasının adıdır. Bəli, 10 milyon Zapoteklərdir. Tapmışıq bunu, biri bildir. İkinci, ərazisində Konibo tayfası olan hinduların çoxluq təşkil etdiyi deməli dövlət. Bu da Konibo'yu tapmışıq, Kolumbiyadır 1.5, ikini də tapmışıq. Üçdə deyil, Meksikada yaşayan hinduların sayını tapmamışıq. Meksikada Zapoteklərdə yaşaya bilər, Çipçalarda yaşaya bilər. Çipça yaşasa 3.3'dür, Zapotek yaşasa 10'dur. Yəni bunu tapmamışıq. Beləliklə düzgün cavab 85'də C variantı, 1-2'dir. 86. Deyər aşağıdakılardan hansı mütləq doğrudur? Baxın, Meksikada yaşayan hinduların sayı Peru'dan azdır. Bunu dəqiq bilmirik. Ümumiyyətlə Peru'nu heç tapmamışıq, Meksikada dəqiq tapmamışıq. Dəqiq bilmirik. Koniboların sayıları Mayadan çoxdur. Konibo 1.5'dir, Maya 1-2 də ola bilər, 14 də ola bilər. Dəqiq tapmamışıq. Yəni az, yəni çoxdur. 3-də deyir ki, ABŞ-da yaşayan Cherokee'lərin sayı 2.5 milyondan çox deyil. Bəli, bu doğrudur. ABŞ-a tapmışıq da 2.5'dir. Beləliklə, burada C variantı doğrudur 86'da. Yenə Peru'da Mayanı tapmamışıq. 1.2 də ola bilər, 14 də ola bilər. Ya ən çoxdur. Propetsaların sayı Miştekdən azdır. Bu isə əksinə səhv fikirdir. Miştek 5.5 idi, Propetsa 6 idi. Bu isə mütləq səhvdir. Deməli, düzgün cavab C-dir. Və nəhayət Kolumbiyada tapmışıq ki, Konibo'dur. 1.5'dir. Burada tapmışıq Kolumbiyanı. Deməli, 87'də də cavab A variantıdır. Sonra davam edirik, növbəti suala baxırıq. Aha, növbəti sual tipinə fikir versək, bu sual 2025-in birinci cəhdində də düşmüşdür. İndi baxın, bu sual əslində burada hərfləri qarma-qarışıq verir. Bunu tapmağın yolu nədir? Bizdən hansı sözləri soruşursa, həmin sözdəki hərflərə baxmaq. Hamısını tapmağa ehtiyac yoxdur, çox vaxtınız gedər. Burada şərtdə nə deyir? Şərtdə burada deyir ki, 100-dən kiçik natural ədədlərdir, hərfləri verib, şərtləri verib. Baxın, bizə birincidə nan sözü, cəmi 3 dənə hərf lazımdır, nan. Gəlin bu nan sözündəki 3 dənə yox, əslində 2 hərf lazımdır. N-lar qoşadı, A bir dənədir. Bir dənə qulaq asaq, deməli, birinci gəlin burada N hərfini tapaq. Məsələn, N hərfini burada verib, N hərfi olan yerlərə baxaq. N hərfinin bir şərti budur ki, 4-ə nisbəti cüt ədəd və ya kəsr olan olsun. Burada 2 rəqəmlilər sözü var. 2 rəqəmlilər sözünün əksi, ədədlər də 100-dən kiçikdirsə, ya bir rəqəmli ədədlərdir. 2 rəqəmlilər sözünün əksi, 2 rəqəmlilər sözünün əksi, deməli, bir rəqəmlilər də. N hərfi də burada yoxdursa, 2 rəqəmlərin içində, onda N hərfini tapmaq olar ki, bir rəqəmli ədəddir. Bax, N-ını tapdıq ki, bir rəqəmlidir. Bir rəqəmli ədədlər də azdır da, cəmi 9 dənə ədəd var. 1-dən 9-a kimi ədəddir. Ondan sonra görək N hərfinin adı harada var. N hərfi deyir ki, kub kökü tam ədəd olmayanlar. Tam ədəd olmayanlardırsa, onda biri çıxırıq, 1-dən kök 1 çıxırıq və 8-i çıxırıq. N 1 ilə 8 ola bilməz. Çünki 1-dən də kök çıxır, 8-dən də. Kvadrat kökü tam ədəd olanlar, kvadrat kökü tam ədəd olanların içində yoxdur N. Deməli, N 4 də ola bilməz onda, ona görə çıxırıq. N-ını buradan tapmaq olar əslində. Burada 7-yə qalıqsız bölünməyənlər var. Bunun antonimlərdə 7-yə qalıqsız bölünən. N hərfi burada yoxdursa, onda qalıqsız bölünənlərə aiddir N. N qalıqsız bölünənlərə aiddirsə, qalıqsız 7-yə bölünən bir dənə ədəd qalır, o da 7-dir. Başqa ədəd yoxdur. 7-yə qalıqsız bölünən bir rəqəmli ədəd bir dənə N-dir.
N-nı buradan rahat tapırıq ki 7-dir. İndi A hərfini tapırıq. A hərfinə baxırıq. Yenə A hərfi bir rəqəmlərə aiddir. 2 rəqəmlərdə adı yoxdursa bir rəqəmlidir. A hərfinin adı burada var. Kvadrat kökü tam ədəd olanlardır. A onda 2 dənə qiymət ala bilər. Ya 1-dir, ya da 4-dür. Burada kub kökü tam ədəd olmayanların içində yoxdursa, deməli bunun kub kökü tam ədəddir. Kub kökü də tam ədəddir. O hansı ədəddir ki, bir rəqəmli həm kvadratından kök çıxır, həm də kubundan. O da 1-dir də, ikisindən də 1 çıxır. Beləliklə, A-nı da asanlıqla 1 olduğunu tapırıq. Beləliklə, nan sözünü istəyirsə, deməli ədəd olur 717 və bunun da rəqəmlər cəmi 15 edir. Beləliklə, burada düzgün cavab C variantıdır. İndi nan sözünü tapdıq, növbəti talan sözünü istəyir. Talan sözündən A-nı tapmışıq. Bizə lazımdır bir dənə L hərfindən T-nı tapmaq. Gəlin baxaq, görək T-nı hardan taparıq? Məsələn, T hərfi burada yenə bir rəqəmlərin içindədir T. Çünki burada adı yoxdursa, burada ancaq 2 rəqəmlər yazılıb da. T deməli bir rəqəmlidir. T bir rəqəmlidirsə 1-dən 9-a kimi ədəd olmalıdır. Və T-nın digər əlamətlərinə baxırıq. T-dan kvadrat kökü tam ədəddir. Kvadrat kökü tam ədəddir, amma kub kökü tam deyil. Kvadrat kökü tamdır, kub kökü tam deyilsə, onda bu T ya 9-dur, ya da 4-dür. Başqa ədəd ola bilməz bir rəqəmdir. Çünki birdən kök çıxır da, kubundan kök çıxır. Bu tam ədəd olmayanların, yox, kub kökü tam ədəd olmayanların bunlardır. Deməli, kub kökü də tam ədəddir T-nın. T-nın kub kökü də tam ədəddirsə, T-nı tapa bilərik. T 1-dir. T da 1-dir. A1, burada T da 1-dir. Və burada da şərtdə də yazmır. Bax, hamısı bir-birindən fərqlidir. Çünki burada hərflərin bir neçəsi bir-birinə bərabər olacaq. T-mız 1-dir. Fikir verin, T-nı asanlıqla tapmaq olar. Kvadrat kökü tam ədəddir. Burada kub kökü tam ədəd olmayanların içində yoxdadır. Deməli, bunun kubundan tam ədəd çıxır. Kubundan tam ədəd çıxır. Kubundan tam ədəd çıxırsa, deməli, yeganə ədəd 1-dir ki, həm onun kvadrat kökü var, həm də kub kökü var. Deməli, həm də bir rəqəmli ədəddir. Beləliklə, T-nın qiyməti 1-dir, T-ya 1. A-nı tapmışıq biz. A-nız da bizim 1-dir. Buradan A-nı tapmışıq. Ondan sonra N-nı da tapmışıq. Bizə bir dənə lazımdır deməli, bizə bir dənə lazımdır L hərfini tapmaq. Bizə lazımdır dənə deməli L hərfini tapmaq. İndi baxırıq görək, L hərfinin adı harada yoxdur, harada var daha doğrusu. L hərfi kub kökü tam ədəd olmayanların içində var və L da bir rəqəmlidir. Burada adı yoxsa bir rəqəmlərə aiddir. Və L kvadrat kökü tam ədəddir, amma kub kökü tam ədəd deyil. Bir rəqəmli ədədlər kvadrat olanlar 1, 4, 9-dur. Bunlardan da birdən həm kvadrat, həm kub kök çıxır. Buradan da kvadrat kökdən tam ədəd çıxır, kub kökdən tam ədəd çıxmır. Deməli, 1 ola bilməz. L 1 ola bilməz. Çünki L kub kökü tam ədəd olmayanların içindədir. Ya 1-dir, ya da 4-dür. İkisindən biridir L. Daha doğrusu 1 deyil, ya 4-dür, ya da 9-dur. İndi digər tərəfdən baxırıq. 4-ə nisbəti cüt ədəd və ya kəsr ədəd olanlar. 4-ü 4-ə böləndə 1 eləyir, tam ədəd olur. 9-u 4-ə böləndə kəsr ədəd olur. İndi baxırıq görək, L hərfin adı burada var. L hərfin adı burada yoxdur. L-nın adı burada yoxdursa, deməli, L-nı 4-ə böləndə tam ədəd olubdur. 9 götürə bilməliyik. Çünki 9-u 4-ə böləndə kəsr ədəd yaranır. 2 tam 4-ə 1 eləyir. Deməli, L hərfi burada yoxdursa, onda L 9 olmayacaq. L-nın qiyməti 4-dür. L-nın qiyməti 4-dür. Deməli, indi biz T-ya 1 tapdıq, A-ya 1 tapdıq, L-ya 4, A-ya 1, N-nı da yuxarıda tapmışıq 7-dir. Bunları da toplayanda eləyir 14. Deməli, 89-un cavabı A-dır. Növbəti sualda bizdən bazar sözünü istəyir. Bazar sözünü istəyir. Yəni, bazar sözünü istəyirsə, artıq biz buradan nəyi tapmalıyıq? Bazar sözünü istəyir bizdən. Tapdıqlarımızı yazaq yerinə A-nı tapmışıq. Yuxarıdan tapmışdıq A1 idi, A1 idi. Ondan sonra talan sözündən B-zırı üçün də tapmalıyıq. İndi gəlin baxaq, B-zırı. Deməli A1-dir, gəlin öyrənib silim. Bizə lazım olan B-zırıdır. Çünki bazar A-nı tapmışıq yuxarıdan dediyim kimi, bazar sözünü buradan yazıram. Bizdən bazar sözünü istəyir, A1-dir. Bizə lazımdır B-zı və R-nı tapmaq. Görək B-zırı harada var? Məsələn, B artıq 2 rəqəmlərə aiddir. Sonra B-nın deməli, kub kökü tam ədəd olmayanların içində yoxdursa, onda B-dan kub kök çıxır. Kub kök çıxır. Yəni, bu ədəd nəyinsə kubudur. 2 rəqəmli ədədlərdən kub olanlar hansılardır? 27-dir və 64-dür. Bu ya 27-dir, ya 64-dür. Amma burada kvadrat kökü tam ədəd olanların içində yoxdur B.
Görsən bunu asanlıqla necə tapmaq olar? Bu 64 ola bilməz. Çünki 64-dən kök çıxır. Beləliklə bunun qiyməti 27-dir. A-ları tapmışıq 1-dir. İndi tapmalıyıq biz Z-nı. Görək Z harada var? Z burada kvadrat kökü, Z burada 2 rəqəmlərə aiddir. Kvadrat kökü tam ədəddir. Kub kökü tam ədəd olmayanların içində yoxdur. Deməli Z-dan kök çıxır onda. Kubdur da Z. Z həm kvadratdır, həm kubdur. O hansı 2 rəqəmli ədəddir? Həm kvadrat, həm kubdur? 64-dür. Beləliklə Z-nın qiyməti də 64-dür. Z-ya 64 tapdıq. Qaldı bir dənə R-nı tapmaq. R kvadrat kökü tam ədəd olanlara var. Həm də kub kökü tam ədəd olanlara var. Amma R bir rəqəmli ədəddir, 2 rəqəmlərdə yoxdur. Hansı ədəddir ki, həm kvadrat bir rəqəmlərdən hansı ədəddir ki, həm kvadratdır, həm də kubdur, bu da 1-dir. Deməli, R-nın qiyməti 1-dir. Çünki 1-in kvadratıdır, həm də 1-in kubudur. Baxın burada, kub kökü ədəd olmayanların içində. Deməli, yox, daha doğrusu kub kökü tam ədəd olmayanların içində yoxdur. Olmayanlar. Yəni, bu ondan kök almayacaqsan. Bir rəqəmli ədədlərdən kökü çıxmayacaq. Kvadrat olan 1, 4, 9-dur. Çünki burada yazıb ki, kub kökü tam ədəd olmayanların içində var, inkarda. R deməli, R-dan kök çıxmır onda. R-nı bir götürmək olmaz. R ya 4-dür, ya 9-dur. Digər tərəfdən kvadrat kökü tam ədəd olan, yəni 4-dən 9-dan kök çıxır. Yenə bura baxacağıq, bura müraciət edəcəyik. Və bir rəqəmlidir, 2 rəqəmlərdə adı yoxdursa bir rəqəmlidir. İndi 4-ü 4-ə böləndə tam bölünür. R hərfi burada yazıb ki, 4-ə nisbəti cüt ədəd və ya kəsr olan. 4-ü 4-ə bölə tək ədəd olur, axı kəsr də olmur. R hərfi burada var. R hərfi burada varsa artıq 4 olmayacaq. Çünki 9-u 4-ə böləndə kəsr ədəd yaranır. Deməli, R-nın da qiyməti 9-dur. İndi bunları toplayacağıq. 27 üstə gələk, 1 üstə gələk, 64. 28, 64, elədir 92. Üstünə 1 gələndə 93. Üstünə 9 gələndə 102 edir. Deməli, B oldu 27, A1 28, 64 gələndə 92, A gələndə 93, rıdakı 9. Elədir 102. Deməli, 90-ın da cavabı D variantıdır. Gəldik növbəti 91-ci suala baxırıq. 91. Deyir ki, imtahanda 85 baldan aşağı nəticə göstərənlərin sayı imtahan verənlərin düz 75%-ni təşkil edir. Əgər 85 bal toplayanların sayı 18 nəfərdir. Deməli, 75% imtahan verənlərin sayı 85-dən aşağı yığıbsa, 100-dən 75 çıxanda 25 qalır. Deməli, onda 25%, 18, ən azı 25% 18 nəfər olan ədəd tapacaq. Yəni, ən azı 25%-i 85 bal toplayıb. Çünki 85-dən aşağı 75% adam nəticə göstəribdir. 25%-i 18 olan ədəd, deməli, o da 72 edir. Buradan da alırıq ki, artıq, yəni 18-i 100-ə vurub, 25-ə verəndə 72 edir. Buradan da 3-cü şərtin mütləq doğru olduğunu tapırıq. Çünki ən azı 72 nəfər imtahan veriblər. Biz tapdıq ki, burada 72 tapdıq da. Qalanlarına baxsaq, burada imtahan verənlərin sayları haqqında məlumatımız yoxdur. Məsələn, ən az 55 nəfər 85-dən aşağı nəticə yığır, 85-dən aşağı yığanların faizi yoxdur. Sadəcə burada 85% var, amma say yoxdur. Bizim bilmirəm nə qədər adamdır. Gələk biz say bilək ki, deyək ki, 55 nəfər aşağı nəticə yığır. Bu mütləq doğru deyil. Ən çoxu 100 nəfər, ümumiyyətlə bu haqda məlumatımız yoxdur. Üçüncü, ən çoxu 7 nəfər, bu haqqda məlumat yoxdur. Bir dənə də doğru olan 5-dir. Niyə görə? Çünki deyir ki, imtahan verənlərin sayı 85 deyil. Burada şərtdə deyir ki, 75% imtahandan aşağı nəticə yığıbdır. Əgər imtahan verənlərin sayı 85 olsa, 85-in 75%-i tam ədəd vermir sizə. Adamların sayı da tamla olmalıdır. Yəni, bu təqribi verir, 20 tam neçə verir. Məsələn, tam ədəd çıxmır da burada. Deməli, imtahan verən sayı 85 ola bilməz. İmtahan verən sayı elə bir ədəd olmalıdır ki, onun 75%-i tam ədəd versin. Deməli, düzgün cavab 3-5-dir. Gəldik növbəti 92-ci suala. 4 rəqəmli ədədin ilk rəqəmi 7-dir və bu rəqəmi ədədin əvvəlindən silsək, 4 rəqəmli ədədi biz 7 ABC kimi işarələyək. İlk rəqəmi 7-dir, son üç rəqəmini ABC kimi yazaq. Bu rəqəmi ədədin əvvəlindən silib, sonuna yazsaq, alınan ədəd verilən ədəddən deməli 4158 var, ikisi olar. Yəni çıxılsın ABC 7 yazıram və bərabər də 4158 yazıram. Buradan da qiymət verirəm. Deməli, C-nin qiyməti neçədir burada? C-nin qiyməti 5-dir, 15-dən 7 çıxanda 8 edir. C5 isə B1-dir, 11-dən 5 çıxanda 6 bir yadda verəndə 5 eləyir, B1 isə A3-dür. 3-dən 1 çıxanda 2, bir yadda verəndə 1 olur.
Deməli, beləliklə axtarılan ədəd olur 7315. 92-ci aldı 7315 olur. 93. Bir turist qrupu Alman və İngilis dillərindən ən azı birindən danışılan ibarətdir. Qrupun 3/1 hər iki dildə danışır. Yalnız Alman dilində danışanlar, yalnız İngilis dilində danışanların yarısına bərabərdir. Onda yalnız Alman dilində danışanları X qəbul edək, yalnız İngilis dilində danışanları isə Alman İngilisin yarısı isə 2X götürək. Hər iki dildə danışanların sayını bilmirik. Hər iki dildə danışanları Y-dən işarələyirəm. Və burada deyir ki, hər iki dildə danışan qrupun 3/1-nə bərabərdir. Yəni, X üstəgəl 2X üstəgələk Y-i bölürəm 3-ə, bərabər edirəm Y-ə. Hər iki dildə danışanlar ümumi sayın 3/1-dir. Buradan da çarpaz vursaq, 3X bərabərdir. 3Y-dən Y çıxanda 2Y qalır. Oradan da deməli, Y-in qiyməti 1.5X-ə bərabər olur. Və burada deyir ki, qrupda 28 nəfər İngilis dilində danışır. Yalnız İngilis dilində danışan 2X idi. Üstünə hər ikisini gəlirik 1.5X-i və 28-ə bərabər edirik. Buradan da alırıq ki, 3.5 qız 28-dir. 28 ilə 3.5-ə böləndə X-in qiyməti 8 olur. Aparıb yerinə qoyuruq. Yalnız Alman 8, yalnız İngilis 16. İndi hər iki dili biləndə buradan tapmaq olar. 1.5-i 8-ə vurarıq, o da 12 eləyər. Deməli, hər iki dili bilən 12 nəfərdir. Bizdən axırda Alman dilində danışanı istəyirsə 8 ilə 12-ni toplayırıq. Beləliklə düzgün cavab 20 olacaq. Açıq sualı məsələsi alırlar. Baxırıq növbəti 94-cü suala. 94-cü sualda 4 nəfərdir Nizami, Seyfər, Kamil, deməli Hüseyin. Onlar digər bənlər rəngsən sıvaqçı yazmışam burada. Adları və onların maaşlarını, iş saatlarını veribdir. Dülgər olmayan Nizami, Nizami deməli dülgər deyil. Bura xətt qoyuram. İş günlərinin sayı 900 manat qazanan iş günlərinin sayından çoxdur. Deməli, belə ki, Nizami o zaman 900 manat pul qazanılır, Nizami üstünə xətt çəkirəm və iş günlərinin sayından 900 qazanandan çoxdursa, Nizami orada 20 gün işləyə bilməz. Nizamin 20 üstünə xətt çəkirəm. Çünki Nizami 2-dənsə çox işləyir də. Orta gündəlik qazancı 40 manat olmuş Hüseyin. Rəngsaz deyil. Hüseyinə rəngsaza çıxıram. Hüseynin burada maaşını və işlədiyi günləri tapmaq olar. Görək, hansı ədədi nəyəsə böləndə 40 eləyir. Məsələn, 900-ü nəyəsə böləndə burada 40 elədir. 1200-ü geri 30-a bölək 40 eləsin. 1400-ü 35-ə böləndə 40 eləyir. Buradan Hüseynin maaşını tapmaq olar. Hüseyin 1400 manat maaş alır və Hüseyin neçə gün işləyir? Hüseyin 35 gün işləyir. Hüseyini tapdıq burada. Çünki 1400-ü 35-ə böləndə 40 eləyir. Orta qazancı 40 manat olur. Sonra deyir ki, Seyfərin orta gündəlik qazancı 34-dür. Seyfəni də tapmaq olar burada. Seyfəni də necə tapacağıq biz burada? 1700-ü, baxın görə nəyəsə böləndə 34 eləyir. Deməli, 1200 bölsək olmaz. 1400-ü, deməli, biz tapdıq, 1435-ə böldük, 40 tapdıq. Bunda isə, deməli, 1400-ü 40-a böləndə 35 eləyir. 1400-ü 40-a böləndə 35 eləyir. Bizə lazımdır ki, 34 olsun. Aha, 1700-ü 50-yə böləndə 34 edir. Bəli, 1700-ü 50-yə böləndə 34 edir. Deməli, Seyfər 1700 manat maaş alır və neçə gün işləyir Seyfər? 50 gün işləyir. Seyfər 50 gün işləyir. Yəni, baxaq, 1700-ü 50-yə bölsək, bəli, 34 düşür. Və deməli, sıvaqçı ilə rəngsazın qazandıqları pulların cəmi 2300-dür. Bu da 900 ilə 1400-ü toplayanda, deməli, edir 2300. Biz də burada tapmışıq ki, 1400 manat maaş alan kimdir? 1400 manat maaş alan Hüseyindir. Və bu pulu kim qazanır? Sıvaqçıyla rəngsaz qazanır. Sıvaqçıyla rəngsaz qazanır və Hüseynin də deməli peşəsi burada yazılmışdır ki, rəngsaz deyil. Onda Hüseyin, onda sıvaqçıdır. Hüseynə sıvaqçı yazılır və 900 manat kim alırsa o rəngsazdır. Və Nizami də 900 manat maaş almırdı. Deməli, Hüseynə tapdıq ki, sıvaqçıdır. Onda Nizami deməli 900 manat maaş alırsa Nizami rəngsaz olmaz. Nizami olacaq bənna, Nizami bənna olacaq. Onda buralar çıxsa, deməli Kamilin peşəsi olacaq. Deməli Seyfər qaldı bir dənə. Deməli Seyfərin sıvaqçı ilə rəngsazın qazandıqları pulların cəmi 2300-dür. Və indi biz görək 900 manat kimə qalır? Nizami onda 1200 manat maaş alır. Çünki Nizami 4700 almayacaq. Onda 900 manat maaşı alan Kamildir. Kamil 900 manat maaşı alacaqsa, onda Kamil rəngsazdır. Kamil rəngsazdır. Kamil'ə rəngsaza plus qoyuruq. Seyfər də olur dülgər. Hamısını tapdıq burada. Kamil 900 manat maaş alır.
deməli, Nizami 1200, Hüseyin 1400, Seyfər 1700. Deyir ki, orta gündəlik qazanclarının artması sırayla. İndi orta gündəlik qazanclarında deyirsə, təzədən bunları bölməliyik ya. Kamil 900 manat, indi iş günlərinin sayını da tapar. Hüseyin 35 gün işləyir, Seyfər 50, Nizami də 20 işləyə bilmir. Nizami onda 40 gün işləyir. Nizami 40 gün işləyir, Kamil də 20 gün işləyir. Təzədən bunların maaşlarını günlərdə bölməliyik. Gəlin baxaq, birinci Nizamini yoxlayaq. Nizami nə qədər maaş alır? Nizami 1200 manat maaş alır. Buraya yazıram Nizami 1200. Və Nizami neçə gün işləyir? 40 gün. Deməli, Nizaminin orta qazancı 30 manatdır. Nizamiyə yazıram 30, 1240-a böləndə 30 edir. Ondan sonra davam edirik. Sonra gəlir deməli Seyfər. Seyfər 1700 manat maaş alır. Seyfər 50 gün işləyir. Seyfərə onsuz zaten verib də orta gündəlik qazancı 34 manatdır. Deməli, Seyfərə 34 yazırıq, tapmışıq, özü vermiş şərtdən. Ondan sonra Kamil deməli nə qədər işləyir? Kamil günə 20 gün işləyir və nə qədər pul alır? 900. Kamili tapanda deməli 920-yə böləndə 45 edir. Kamildə gördüyünüz kimi yüksək qiymət olur. Kamilə 45 yazırıq. Hüseyni də özü verirdi, Hüseynə də 40 qalır. Orta gündəlik qazancı 40 manat olan Hüseyin özü verirdi. İndi maaşların artması arzuqla deyirsə, burada ən az maaş alan Nizamidir. 1, sonra Seyfərdir, 2, sonra 4, sonra 3. Beləliklə düzgün cavab olacaq 94-də. 1, 2, 400 düzgün cavab olacaq. İndi isə keçirik növbəti, deməli 95-ci suala. Baxırıq 95-ə. 95. Aha, 95 isə bağlantıdır. Sonuncu sualdır. Bu transformasiya olmuş formasıdır şəklin. Şəklin transformasiya olmuş formasıdır. Yəni, burada variantlarla da sıfırlaşırıq baxa biləcəyik. Məsələn, bizdən axırda x-dan y istəyir. X-ə görə neçədən ox birləşir? X-a 1, 2, 3, 4 ox birləşir. İndi A-ya elə 3 ox birləşir. Deməli, x A ola bilməz. Yəni, 1-ə A uyğun ola bilməz. P-yə nə qədər ox birləşir? P-yə də 3 ox birləşir. X-a 4 ox birləşməlidir. Onda P də olur. 1-ə nə? Deməli, A ola bilər, nə? B ola bilər, F. F-ə 3 ox birləşib, F də ola bilməz. K-ya 4 ox birləşib, K ola bilər, bir də H ola bilər. İndi bunu yoxlamaq lazımdır. H-a da 4 ox birləşibdir. Əgər bizdən X-imiz K olsa, gəlin görək düz gəlirmi? X-imiz K olsa, K-nın birləşdiyi oxlardan biri, hansı ki bu, deməli, K-nın birləşdiyi oxlardan biri E, buna nə qədər ox birləşib? 1, 2, 3, 4, 5 ox birləşibdir. Görək, burada elə bir hərf var ki, ona 5 ox birləşsin. 1, 2, 3, 4, 5 var. Bura E hərfini yazıram. Əgər X K olsa, yəni bura E hərfi olacaq avtomatik. Ondan sonra, deməli, X-in birləşdiyi bir ox olmalıdır ki, K-nın ona 3 ox birləşib. Məsələn, bunu E kimi götürmək olar, 3 ox birləşib. Ondan sonra, bura 4 ox birləşən E hərfini, E-ni 5 ox götürdük. Sonra U hərfi var ki, ona 4 ox birləşibdir. Bu U hərfi ola bilər, bəli. Düz gəlir. Ondan sonra, deməli, digər tərəfdən, aha. İndi biz bunun davamını aparsaq, görək düz gəlirmi? E-yə V birləşsə, V-yə 3 ox birləşir, burası düz gəlir. V-yə H birləşib, buradan düz gəlir. Amma H-dan el bir-birinə birləşmir. Baxın. H-dan el bir-birinə birləşmir şəkildə. Ona görə 1-ə D-də uyğun olmayacaq. 1-ə qalacaq ancaq Y, yoxlaya bilərik. 1 olacaq ancaq Y. Yəni, X-a uyğundur Y. Yəni, H hərfi. H-a gəlin baxaq. H-a həqiqətən də 4 ox birləşib. Bura H qoysaq, bura məsələn P hərfi qoysaq, P-yə çox birləşibdir. Ondan sonra bura yenə bayaqki kimi, indi buna 5 ox birləşən L hərfidir. Bura L hərfi qoysaq, ondan sonra L-ər G birləşibdir. G-nin 3 oxu var, bura 3 oxlu G-ni qoya bilərik. L-ə birləşib Y, 5 oxlu. Və gördüyümüz kimi burada L-lə L bir-birinə birləşibdir. İndi baxırıq, burada da L bura ola bilər, çünki 3 oxlu birləşib elə. Düz gəlirli ardıcıl. Yəni, davam eləsək, hamısını tapmaq olur. 1-ə uyğun Y-dir. İndi 2-yə baxırıq, Y-ə. Y-in görək, oxlarının sayına baxaq görək, hansıdır? Y-in oxlarının sayı 3 dənədir. 1, 2, 3-dür. Ona görə baxırıq, R ola bilər, hələ ki tələsmirik. Sonra P-yə baxırıq. P-nin neçə oxu var? P-nin 3 oxu var, P də ola bilər, Y-in 3 oxu var da. F hərfi
ola bilər, F də uyğun ola bilər. Sonra K deməli K-nın amma 4 oxu var. K ola bilməz, H da ola bilməz, çünki onların 4 oxu var. İndi biz Y-in yerinə R hərfini qoysaq, deməli R burada olsa, ondan sonra R-ə birləşən Y-dir ki, hansı ki, onun 4 oxu var. Deməli, bura Y hərfini qoya bilərik, bura K hərfini qoya bilərik, 4 oxu var. Ondan sonra R-in birləşdiyi F var, 3 ox. F-in birləşdiyi U hərfi 3 oxdur, düz gəlir. Bu hətta biz bura tapmışdıq ki, H tapmışdıq. Deməli, U da H-a birləşibdir. Düz gəlir. Deməli, 2-yə A uyğun gəlir. Deməli, 1-yə 2A. O birləri yoxlasaq, məsələn, Y-ə P versək, H-la deməli, U bir-birinə birləşməyəcək. Hansı ki, burada birləşir. Çünki burada baxın, P heç U-la əlaqəsi yoxdur. Heç bunu yoxlamağa ehtiyac yoxdur. Gərək P U-ya da birləşsin, H-a da birləşsin. Çünki U-la H bir-birinə birləşir. Ona görə çıxırıq. F-i yoxlasaq yenə də F U-ya birləşib, P-yə birləşməyib. Yəni, elə bir hərf götürəcək ki, P ilə U arasında əlaqə olsun. Bunlar arasında əlaqə olsun. Amma burada məsələn, R qoyanda U-la H bir-birinə birləşir. Düzgün cavab olacaq 1-yə 2A. Gəldi videomuzdan sonra inşallah ki, izahın köməyə dəydi. Növbəti izahlarda görüşmək.